Noyabr ayı dəyişikliklər və yeniləməklə dolu bir dövr kimi qiymətləndirilir. Missiya Az bu ayın ən şanslı bürclərini araşdırıb. Bu ay bürclərin çoxu üçün həyatın müxtəlif sahələrində yeni fürsətlər və uğurlu başlanğıclar gətirir. Lakin noyabrın ən şanslıları Əqrəb, Oğlaq, Balıqlar, Əkizlər və Qız bürcləridir. Əqrəb bürcləri üçün özlərini ifadə etmək, yeni planlara başlamaq və daxili güclərini ortaya qoymaq üçün ideal vaxtdır. Həm sevgi, həm də karyera sahəsində parlaq irəliləyişlər mümkündür. Oğlaq bürcləri bu ayda uzun zamandır üzərində çalışdıqları işlərin nəticəsini görə bilərlər. Maddi vəziyyətdə artım, həmçinin yeni əməkdaşlıqlar və layihələr gündəmə gələ bilər. Ulduzlar onların zəhmətini mükafatlandırmağa hazırdır. Balıqlar bürcü üçün noyabr ayı daha çox mənəvi rahatlıq və sevgi enerjisi ilə doludur. Romantik münasibətlərdə yaxınlıq artır, dostluqlarda isə etibar və anlayış dərinləşir. Yaradıcılıqla bağlı fəaliyyətlərdə də uğurlar gözlənilir. Əkizlər bürcü üçün bu ay dəyişiklik və hərəkət dövrüdür. Yeni tanışlıqlar, səyahətlər və maraqlı fürsətlər onların həyatına rəng qatacaq. Hər zamanki kimi ünsiyyət bacarıqları sayəsində diqqət mərkəzində olacaqlar. Qız bürcü isə səbrinin bəhrəsini görəcək. Uzun müddət planlaşdırılan işlər nəticə verməyə başlayacaq. Həm maddi, həm də mənəvi baxımdan rahatlamaq hissi olunacaq. Ulduzlar onlara sabit və güvənli bir enerji göndərir. Ümumilikdə noyabr ayı həyatında dəyişiklik etmək istəyənlər üçün ideal bir başlanğıc nöqtəsidir. Kim ki bu enerjini düzgün yönləndirə biləcək, onu uğur və daxili məmnuniyyət gözləyir. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.